Mənim öz qohumum İşıq İdarəsində Ağdərə şəhərində hal-hazırda indi orada da işləyir, baş inspektordur. Dedi qohum, gəl saat çöçükdən kənar levi xətt çəkəcəm, əlini ver planın dalına, ölüncə işlə. Tərtər rayon sakini Allahverdiyeva Elza Kanal 21-ə müraciət edərək üzləşdiyi vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə qohum Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Ağdərə şəhərində baş inspektor olduğunu bildirərək ona qeyri-qanuni elektrik xətti çəkməyə mümkün olduğunu deyib və bunun üçün 300 manat pul tələb edib. Vətəndaşın bildirdiyinə görə o bu təkliflə razılaşıb və ilkin olaraq 100 manat ödəniş edib. Lakin sonradan bunun qanunsuz olduğunu anlayaraq məsələni ictimailəşdirmək qərarına gəlib. O kanalımız vasitəsilə ölkə başçısı cənab Prezident İlham Əliyevə müraciət edərək həmin şəxsin cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Tərtər rayonu Mirzə Fətəli Axundov küçəsi 25 nömrəli evin sakini Allahverdiyeva Elza Umut qızı. Cənab Prezidentimiz, Cənab Mehriban xanım, Cənab Respublika Prokuroru Kamran Əliyev, Cənab Daxili İşlər Naziri Vilayət Eyvazov, sizdən bir ana kimi, bir müəllimə kimi, bir əlil kimi xahiş edirəm. Mənim öz qohumum İşıq İdarəsində Ağdərə şəhərində hal-hazırda indi orada da işləyir, baş inspektordur. O bir gün günlərin birində bizə gəldi, dedi qoxum, gəl saat çöçükdən kənar levi xətt çəkəcəm, əlini ver planın dalına, ölüncə işlə. Mən 300 manat pul oxudu, 300'ün yüzünü verdim, yüzünü 200'e yendidim, yüzünü verdim, yüzünü verə bilmədiyimə görə İşığın rəisi, Tərtər rayonunun İşığın rəisi, vilayət müəllimi həyətimə göndərib. O özü saxta çəkdiyi işığı saxdırıb. İndi bugünkü gündə də mahədə qorxu gəlir. Xahiş edirəm sizdən bir müəllimə kimi, bir ana kimi, bir əlil kimi bu Musa 40 minlik çanqal sürür. Yəni mən belə düşünürəm ki, bu levi xəttləri çəkə-çəkə bir monteur oğlan bu 40 minlik maşını nə ilə alıb? Xahiş edirəm, hələ üstəlik özü məni söv təhqir eləyib, məndən də qabaq məni qaçıb Tərtərin məhkəməsinə verib. Tərtərin məhkəməsi mənim sağlamlığım yerində olmadığına görə 3 dəfə məhkəmə keçirilib, o məhkəmədə mən olmamışam. İkinci qrup əlilər gətirib Tərtərin məhkəməsi Kamil Rızayev 300 manat təzminat kəsib. İndi hal-hazırda qurban olmuşsa, haqda mən heç bir tədbir görə bilmirəm. Bir ana kimi sizə müraciət edirəm. Bəlkə bir ananı bu fikirdən, bu həyatımdan bezdiyimə görə Musanın cəzasını verəsiniz. Mən də biləm ki, haqq, ədalət öz yerini tapdı. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək də ümid isə aidiyyəti qurumlara və Allaha qalır.